Sonra İmam Barbahar rahmetullah aleyh növbəti bir mövzuya keçid edir. Düzdür, bu məsələ fıqhi bir məsələdir və bu kitabda bundan qabaq da bəzi fıqhi məsələlər gəlmişdi. Hətta şalvarda namaz qılmağın hökmündən tutmuş, vəlisiz nikahın batil olmasına qədər səfərdə namazları qısaltmaq, xoflar və ya corablar üzərindən məhz etmək kimi bəzi fıqhi məsələlərə toxunmuşdu və ötən dərslərdə biz qeyd eləmişdik ki, müəllif əqidə kitabında bu cür fıqhi məsələləri nə üçün qeyd edir? Və dedik, iki dənə səbəbə görə. Ya bidət əhlinə rədd olsun deyə, aydındır. Çünki bəzi fıqhi məsələlər var, məsələ özü fıqhi məsələ olsa da, bidət əhli o məsələ ilə məhşurdur. Hətta bidətçi birini, sünni birindən o fıqhi məsələ ilə ayırt edib tanımaq olur. Hətta bu günümüzdə də belədir. Məsələn, sən tanımadığın biri barətdə eşitsən ki, o siğəni halal sayır. Həmən biləcəksən ki, o kimdir? Rafizi. Baxma ki, siğə özü əqidə məsələsi deyil, fıqhi məsələdir. Elədir ya yox. Və bu kimi. Və bu qəbildən müəllif növbəti bir mövzu olaraq buyurur ki, وَالتَّكْبِيرُ عَلَى الْجَنَائِزِ أَرْبَعٍ Cənazə namazında təkbirlərin sayı 4. Lakin nə üçün müəllif bunu burada gətirib? Doğrusunu Allah bilir, mən bilmirəm. Çünki ikinci səbəb olaraq da dedik ki, müəllif bəzən fıqhi məsələlər gətirir. O fıqhi məsələlər ki, bidət əhli ilə əlaqəli deyil. Lakin elə bir məsələdir ki, o məsələdə rəy əhli, küfə əhli, Əbu Hanifə və onun əshabı o məsələdə hədis əhlinə və sünnəyə müxalif olduqlarına görə imam o məsələləri burada qeyd edir ki, məsələn, vəlisiz nikah məsələsi kimi. Əbu Hanifə rahmetullah aleyh deyirdi ki, vəlisiz nikah icazəlidir, olar, səhihdir. O rəy əhlinə cavab olsun deyə o məsələni kitabda qeyd elədi. Bu da ikinci səbəb. Amma burada cənazə namazında təkbirlərin sayı nə üçün qeyd eləyir? Allah bilir. Allah bilir. Çünki qeyd elədiyim iki səbəbdən heç birisi burada yoxdur. Çünki bu elə bir məsələdir ki, rəy əhli də bu məsələdə hədis əhli ilə müttəfiqdir. Lakin ola bilsin, buna baxmaq lazımdır, ola bilsin ki, o dövrdə bidət əhlindən hansısa bir firqə bu məsələdə haqq əhlinə müxalif olub. Ola bilsin, o səbəbdən bunu zikr edib. Buyurur ki, وَالتَّكْبِيرُ عَلَى الْجَنَائِزِ أَرْبَعٍ Cənazə namazında təkbirlərin sayı 4-dür. Bilirsiniz ki, cənazə namazı başqa namazlardan fərqlənir. Orada ruku, səzdə yoxdur. Orada təyin edən təkbirlərdir. Və birinci təkbirdən sonra Fatihə surəsi oxunur. İkinci təkbirdən sonra Peyğəmbər sallallahu aleyhi və səlləmə dua edilir. Üçüncü təkbirdən sonra cənazə üçün dua edilir. Dördüncü təkbirdən sonra ya qısa olaraq cənazə üçün dua edilə bilər, ya da biraz fasilə verilər və salam verilər. 4 təkbir gətirilir. وهو قول مالك بن أنس وسفيان الثوري والحسن بن صالح وأحمد بن حنبل والفقهاء. Və bu İmam Malik ibn Ənəsin, Darul Hicranın imamı, Mədinə əhlinin imamı, Malik ibn Ənəsin və Süfyan Əth-Thawrinin Küfə əhlindən, həmçinin Həsən ibn Salih, Həsən ibn Salih də o da Küfə fəqihlərindən olub, həmçinin abid birisi olub, lakin etiqadında zeydilik olub. Və Əhməd ibn Hənbəlin və həmçinin fəqihlərin rəyidir ki, cənazə namazında təkbirlərin sayı 4-dür. وَهَكَذَا قَالَ رَسُولُ اللّٰهِ sallallahu aleyhi və səlləm. Və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm də belə deyib və ya belə edib.
Və bunun da dəlili və ya dəlillərindən birisi İmam Buxari və Müslimin ittifaqla rəvat etdikləri hədisdə qeyd olunur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Nəcaşiyə cənazə namazı qılanda 4 təkbir gətirir. Həmçinin İmam Beyhəqi Sünənində rəvat edir ki, İnnə Rasulullah sallallahu aleyhi və səlləm kənə yukabbir ərba'an aləl cənaiz. Allah Resulü aleyhissalatü vesselam adətən cənazə namazlarında 4 təkbir gətirərdi. Və bu ittifaq olunandır. Yəni, ən azı budur. Ən azı budur. Və bundan aşağısı icazəli deyil. Yəni, kimsə cənazə namazı qılsın, məsələn, 2 təkbirlə, 3 təkbirlə olmaz. Lakin məsələ budur, ixtilaf bundadır ki, artığı olar. Cavab budur ki, artıq olar. 5, 6, 7, 8 və sünnədə ən çox hədd 9 gəlir. 9 təkbir. Lakin məhşur olan və Peyğəmbər sallallahu aleyhi və səlləmin adətən etdiyi və sahabələrin, sələfin üzərində olduğu əməl 4 təkbir olub. Məsələn, misal olaraq İmam Müslimin səhihində rəvat etdiyi hədisdə Abdurrahman İbn Əbi Leylə rahiməhullah deyir ki, Zeyd İbn Ərqam radiyallahu anhu bizim aramızda kimsə öləndə cənazələrimizi, cənazə namazlarımızı qılanda 4 təkbir gətirərdi və bir dəfə bir cənazə namazını qıldıranda 5 təkbir gətirdi. Fəsəəltu, ondan soruşdum bunun səbəbini. Dedi ki, kənə Rasulullah sallallahu aleyhi və səlləm yukabbiruha. Peyğəmbər sallallahu aleyhi və səlləm də belə edərdi. Ona görə Abdurrahman İbn Əbi Leylə özü bu rəydədir ki, cənazə namazında 5 təkbir gətirilir. Və bu mötəbər rəydir əslində və maraqlıdır. Məsələn, Abu Hanifə rəhmətullah aleyhin 2 böyük tələbəsi, Muhammed Əş-Şeybani, bir də Əbu Yusuf. Muhammed Əş-Şeybaniyə görə cənazə namazında təkbirlərin sayı 4'dür. O biri tələbə Əbu Yusufa görə cənazə namazında təkbirlərin sayı 5'dir. Yəni, əslində cənazə namazında təkbirlərin sayının 5 olması elə həm də Hənəfi məzhəbində bir rəydir. Və Əbu Yusuf bu rəydədir. Və həmçinin Əli radiyallahu anhu insanlara, adi insanlara, onların cənazə namazını qıldıranda 4 təkbir gətirərdi. Adi. Peyğəmbər sallallahu aleyhi və səlləmin əshabından kiminsə cənazəsini qılanda öz xilafəti vaxtında deməli 5 təkbir gətirərdi. Və Bədir əhlindən kiminsə cənazəsini qılanda 6 təkbir gətirərdi. Və artıq təkbirlərin gətirilməsi nəyə dəlalət edir? Yəni, artıq dua edilməsinə. Çünki hər təkbirdən sonra dua edəcəksən axı. Və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm əmsi Həmzənin cənazə namazını qılanda 9 təkbir gətirir.